Alkan X'dir. Bir moltam yanmasından alınan maddələrin kütləsi AA çıxılsın 86'dır. Karbon qazı və suda verilir. Molekulunda üçlü karbon atomu olan X maddəsinin beynəlxalq nomenklatur əsasından adlandırın deyə. Alkanlar yanma reaksiyasının tənliyini yazsaq. 3N üstəgəl 1, 2, O2, N karbon qazı, N üstəgəl 1, H2O. İndi gəlin baxaq. Burada karbon qazının kütləsi 44 N'dir. Oksigenin kütləsi 18 N üstəgəl 18'dir. Və biri digərindən 86 qram çoxdur. Yəni biz az olana bunun üstünə 86 gəlib bunları bərabərləşdirsək, buradan 18 bu tərəfə keçəndə 26 N bərabərdir. Buradan 4 eləyir 104. Buradan da N ilə bərabərdir 4. Bizə deyir ki 4 karbonu var, bir dənə üçlü karbonu var. 1, 2. Bu maddəmiz budur bizim. CH3, 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 CH. Burada da adlandıranda 1, 2, 3'tür. O da olur 2 metil propan. Yəni cavabımız Y variantı. Desəm yalan olar. Y də pentandır. B variantı 2 metil propan.